Salam əziz, MİQAVE sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 3 iyul tarixində müəllimlərin işə qəbul imtahanında düşən kurikulum qəbul suallarının izahını verəcəm. Artıq bu ikinci hissəmizdir. İnşallah da davam olar, çünki suallar əldə elədikcə hazırlayıram. İnşallah xeyrini görərsiniz və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Həmçində bu sınaqların PDF-lərini əldə etmək istəyənlər də dediyim kimi WhatsApp-a yaza bilərlər. Və kanalımıza abunə olmağı, videolarda bəyənib şərh yazmağı unutmayasınız. Hamısını oxuyuram, təşəkkür edirəm. İnşallah ki, həmişə, hər zaman, hər yerdə əziyyətinizin çörəyini yersiniz, bəhrəsini yersiniz, zehninizin, biliyinizin çörəyini yersiniz. Həmişə zehniniz açıq, yolunuz açıq olsun və ən əsas da özünüzə inanın, özünüzə güvənin və bu yolda həmişə irəli getməyə qarşınıza məqsəd qoyun. Keçək suallarımıza. Birinci sualda deyir ki, yanlış fikri müəyyən edin. Yazmaq şagirdin psixomotor qabiliyyətini inkişaf elətdirir. Bəli, şəxsiyyət yönümlülük prinsipində deyildi ki, idraki qabiliyyət, emosional ünsiyyət qabiliyyəti, bir də psixomotor qabiliyyət. Yazmaq, pozmaq, qaçmaq, getmək, bunlar psixomotorla bağlıdır. Doğrudur. Özünü qiymətləndirmə zamanı şagirdin metakognitiv düşüncəsini inkişaf elətdirir. Bəli, özü sözü varsa, bu metakognitiv bilikdir. Doğrudur. Rəy şagirdi təlim məqsədinə götürən əsas vasitədir. Bəli, biz rəy nəyə görə veririk? Şagirdin əldə elədiyi nəticəni məqsəddən, yəni məqsədimizdə verilən fikirləri, məqsədimizi, təlim nəticəmizi həyata keçirdir və sonda ondan nəticə əldə edirik və rəylər verilir. O da effektiv rəy olur, müsbət rəy var, mənfi rəy var. Yəni rəy əsas odur ki, şagirdin təlim nəticəsindən əldə elədiyini qiymətləndirmək üçün verilir. Təlim məqsədinə götürən əsas vasitə olduğu vurğulanır. Doğrudur. Esse yazmaq şagirdin yalnız psixomotor qabiliyyətini inkişaf elətdirir. Xeyr, həmçində idraki qabiliyyətini inkişaf elətdirir. Çünki esse yazırsansa yazmaq psixomotorla bağlıdır. Esse fikri isə idraki qabiliyyətlə bağlıdır. Çünki düşünürsən, yaradıcı təfəkkürünü işə salırsan. Yanlış olan D bəndidir. Çünki burada həm psixomotor, həm idraki olmalıdır. Cavab D bəndi. Y-dir. Sosial emosional öyrənmənin inkişafı akademik nailiyyəti irəlilədir. Bir dənə özünüzdə qeyd edin ki, SEO böyükdə akademik nailiyyətdən, akademik bilikdən. Özünüzdə bir dənə onu qeyd edin. SEO, yəni sosial emosional öyrənmə, yəni Goleman baba, akademik nailiyyət akademikdən böyükdür. Bunu yaddan çıxartmayın. SEO akademikdən böyükdür. Bəli, doğrudur. Çünki sosial emosional öyrənmə inkişaf edirsə, yəni ünsiyyət formalaşırsa, bir uşaq empatiya formalaşır, münasibətdən idarə edə bilirsə, bu da onun akademik nailiyyətini irəlilədəcək. Yoxsa akademik nailiyyəti irəlilədib SEO-nu inkişaf elətdirənmərəm. SEO inkişaf eləməlidir ki, akademik nailiyyət də artsın. Deməli, Y-də doğrudur. SEO inkişaf eləyib, akademik nailiyyətə də irəlilədir. Əla fikir. 1. D bəndi. 2-yə baxırıq. Fasilitasiya anlayışına aid olmayan cavab istəyir. Fasilitasiya biz bilirik ki, fransız dilində asanlaşdırmaq deməkdir. Yəni, fasilite feilindən gəlibdir. Yəni, müəllim işi asanlaşdırıb, şagirdə yönətməli, istiqamət verməlidir. Baxaq, müəllim şagirdlər arasında müstəqilliyi təşviq etməlidir. Bəli, yəni müstəqillik nədir? Demokratik üslubda dərsini keçməlidir. Şagird, müəllim-şagird münasibətini formalaşdırmalıdır. Bu doğrudur. Bizdən aid olmayan istəyir. Verilmiş problemi şagirdin yerinə müəllimin etməsi olmaz. O zaman şagird arxa planda qalır. Müəllim nəyə görə onun əvəzini eləməlidir? Sadəcə müəllim istiqamət verməlidir ki, bunu belə eləyin. Vygotsky nəzəriyyəsindəki kimi. Cavab B bəndidir. Şagirdləri hədəflər qoymağa istiqamətləndirmək lazımdır. Bəli, hədəflər qoymalıdır ki, sən bu məqsədə belə çatmalısan. Formativ qiymətləndirmə necədir? Hədəf qoymaq lazımdır. Hədəfə çatmaq lazımdır. Məqsədə çatmaq lazımdır. Doğru fikirdir. Müəllim, fasilitasiyanı sevən müəllim şagirdə istiqamət verməlidir. Fasilitasiya prosesini reallaşdıran müəllim mütləq şəkildə şagirdi yönləndirməlidir. Yoxsa yəni ondan istədiyi nəticəni əldə edə bilməyəcəkdir. D-dir. Şagirdləri öz öyrənmə prosesinə görə məsuliyyət daşımağa yönləndirməsi. Bəli, şagirdi yönləndirir, görürsünüz. Yəni, şagirdi ümumiyyətlə səmərəli qərar verməyə yönləndirir. Şagirdi hər zaman dinləyir. Şagirdin təfəkkürünü formalaşdırır. Hər bir iş formasından istifadə edir dərsdə. Yəni, bunlar hamısı şagirdlərin müxtəlif strategiyalardan istifadəsinə də zəmin yaradan bir vəziyyətdir. Doğrudur.
Y-də deyir, müəllimin şagirdləri müzakirələr, qrup fəaliyyətləri və birgə layihələrə təşviq edib onlar arasında fəal iştirak və əlaqəni gücləndirməsi. Bəli, müəllim müxtəlif strategiyalardan istifadə edirsə, şagirdi aktiv şəkildə yönləndirirsə, birgə öyrənmə mühiti yaradırsa, araşdırma işinə yönəldirsə şagirdi, yönəldici suallar verir, anket sorğu keçirdisə, yəni hər zaman şagirdə istiqamət verirsə, şagirdlərdən əsası bayaq dediyimiz kimi metakognitiv bacarıqları formalaşdırsa, tənqidi təfəkkürü formalaşdırırsa, şagirdlərdə öyrənməyə motivasiya yaradırsa, seçici informasiyaları şagirdə mənimsədirsə, öz strategiyasının, öz yolunun olmasına təşviq edirsə uşağı, bu ümumiyyətlə müəllimin fasilitasiya bacarığında önəmli faktorlardan biridir. Əgər belə deyək, fasilitasiyanın formalaşmasını istəyiriksə, dərsdə, yəni fasilitasiya prosesinin doğru şəkildə olmasını istəyiriksə, müəllim birgə fəaliyyətə sövq eləməlidir şagirdi, komanda işinə, əməkdaşlığa, həyati bacarıqlar əldə etməyə, şagird müxtəlifliyi nəzərə almağa, effektiv mühit yaratmağa cəhd eləməlidir. 2 də oldu B bəndi. 3-ə baxırıq. Yanlışı istəyib bizə. Formativ qiymətləndirmə yalnız analitik və holistik rubriklə aparılır. Xeyr, özünü qiymətləndirmə var, yoldaş qiymətləndirməsi var. Bu yanlış fikirdir. Yanlış sözünə görə yanlışdır. A cavabıdır. Sosial emosional öyrənmənin inkişafı akademik nailiyyəti yüksəldir. Bəli, SEO akademiki yüksəldir. Bundan çox sual düşür deyə mən onu dönə-dönə sizə vurğulayıram. SEO akademikdən üstündür. Akademik SEO-dan yox. SEO olmalıdır ki, akademik inkişaf eləsin. Akademik olur deyə SEO inkişaf eləmir. B doğrudur. Şayə yayıb şagirdi gözdən salmaq sosial bullyinqə aiddir. Bəli, şayə yaymaq sosial bullyingdə yer alan vəziyyətlərdən biridir. Sonra təhdid xarakterli mesajlar kiberbullying aiddir. Bəli, sosial mediada baş verir. WhatsApp qruplarında icazəsiz şəkil paylaşmaq, sosial şəbəkə görəndə bilin ki, kiberbullyingdir. Sosial bullyingdə sosial təcrid olunmadır, xoşa gəlməz şairlər yaymaqdır, şagird öz aralarını almamaqlarıdır, sosial qrupdan uzaqlaşdırmaq, kənarlaşdırmaq, bunlar da sosial bullyingidir. Və sonra nə gəlir? Yoldaşına təhdid xarakterli mesajı dedik. Yoldaşını gülərək incitmək qeyri-verbal bullyingə aiddir. Bəli, həmçinin jest hərəkətlərlə təhqir etmək, şəkil və sözsüz videolar atmaq, hərəkətləri bir növ uşaqların hərəkətlərini təqlid eləyərək onları təhqir eləmək, gülərək incitmək, hamısı qeyri-verbaldadır. Y-də doğru cavabımızdır. 4-cü suala baxırıq. Bizdən cavabı yanlış istəyirdi. 3, ona görə A oldu. 4-ə baxırıq. Doğru fikir müəyyən eləyin deyir. Sosial bacarıqlara sahib olmaq özünü də komponentinə aiddir. Sosial bacarıqlar deyəndə biz nəyə nəzərdə tuturuq? Qolman babanı yadınıza salın. Qolman baba deyir ki, sosial bacarıqlar münasibətlərin idarə olunmasındadır. İnandırıcılıq qabiliyyəti formalaşır, fəal dinləyici olmaq şərt ön plana çıxır, şagird yaşlılarla daha səmimi davranırsa, kommunikasiya qabiliyyəti varsa, liderlik qabiliyyəti varsa, sosial bacarıqlara sahib olursa, qarşı tərəflə doğru ünsiyyət qurursa, məsuliyyətliyi artırsa, konfliktləri həll etmə bacarığı inkişaf eləyirsə, komanda işində iştirak eləyə bilirsə, komandanı yönəldirsə, komandanı məqsədə doğru apara bilirsə, bunlar hamısı rəhbərlik elədiyi komandanı istiqamətləndirirsə, hamısı münasibətlərin idarə olunmasındadır, özünü dərkdə yox. 4 A yanlışdır. Problem həll etmə yalnız məntiqi təfəkkürdədir. Xeyr, tənqidi də olar, yaradıcı da olar. B-də yanlışdır. Müşahidə etmək bacarığını şagirddə inkişaf etdirmək, yüksək təfəkkürün formalaşmasına səbəb olur. Bəli, müşahidə hardadır? Sorğu və araşdırma əsaslı öyrənmədə yer alan bir vəziyyətdir. Sorğu və araşdırma əsaslı öyrənmə deyir ki, mütləq şəkildə müşahidə eləsin, müşahidə nəticəsində də şagirdi doğru şəkildə istiqamətləndirmək lazımdır. D bəndində cavabımız C olur. D-də deyir, müəllim şagirdlərin akademik nəticələrini yüksəltməklə onların emosional inkişafını təmin edir. Xeyr, məncə dedim, SEO akademikdən üstündür. Akademik SEO-dan üstün deyil. D yanlışdır.
Qarşılıqlı münasibəti analiz etmək özünü idarə etmə komponentinə aiddir. Xeyr, qarşılıqlı münasibət varsa, münasibətlərin idarə olunmasıdır. Çünki konstruktiv rəy verib şagirdləri ruhlandırırsan, şagirdlərin hər birini dinləyirsən, onlarda belə deyim, qarşı tərəflə doğru ünsiyyət qurmağa sövq eləyirsən, dostcasına da davranırsan, məyusluğu aradan qaldırırsan. Bunlar hamısı münasibətlərin idarə olunmasındadır. Bir də onu vurğulayım ki, C bəndi müşahidə etmək bacarığı yeni nəzəriyyələrdən hansında var idi? Bir dənə yadınıza salın. Bandura nəzəriyyəsində var idi. Sosial öyrənmə nəzəriyyəsində var idi. Yadınızda o deyirdi ki, müşahidə önəmlidir. Şagird davranışının formalaşmasına təsir edən faktorlardan deyirdi. Biri başqalarının hərəkətlərini, davranışı müşahidə edib təqlid etməkdir. Yəni başqalarının hərəkətlərini, bu hərəkətlərinin nəticələrini diqqətə saxlamağı öyrətməkdir. Bu deməli müşahidə həmçinin Bandura sosial öyrənmə nəzəriyyəsində də yer almış olur. 4C bəndi. 5-ə baxıram. Verilənlərdən biri diferensial təlimə aid deyil. Heterogen qruplar üçün eyni səviyyəli məlumat təqdim etmək yox, müxtəlif səviyyə olmalıdır. Çünki heterogen qarışıq qruplar deməkdir, dəyişkən qruplar deməkdir. Ona görə də müxtəlif səviyyəli məlumatlar təqdim etməliyik. Yanlış A bəndidir. Hər kəsin təhsildən yararlanmasını təmin etməli. Bəli, həmçinin inklüziv təhsilə aiddir bu fikir. Müxtəlif intellektli şagirdləri təlim prosesinə nəzər almalıyıq. Bəli. Ümumiyyətlə, diferensial təlimdir, bərabər imkanların yaradılmasıdır, dəstəkləyici mühitin olmasıdır, inklüziv mühitdir, inklüziv təhsildir. Yəni, bunlar hamısının mahiyyəti eynidir. C də doğrudur. Müxtəlif intellektli şagirdlər təlim prosesinə cəlb edirsən ki, çünki fərdiləşmə burada ön plandadır. Fərdi xüsusiyyətləri nəzər almaq ön plandadır. Təlim materialını təqdim edərkən şagirdin fərdiliyini nəzər almaq. Görürsünüz, burada yenə gəldi, incə dediyim fikrə. Fərdilik, yəni ki, şagirdin qabiliyyətinə, marağına uyğun dərsi qurmaq lazımdır. Ona görə də heterogen qruplar önəmlidir. İnklüziv öyrənmə mühiti də yaradıram. Bu da əla fikirdir. Hamısı doğrudur, amma yanlışdır. 6-cı suala baxırıq. Sinifin idarə olunmasına aid doğru cavablar istəyir. Qaydalar müəyyən addımlardan ibarət olmalıdır. Addım sözü varsa, ardıcıllıq sözü varsa, necə sualı varsa, bu prosedurdur, qayda yox. Bir getdim. Həm də prosedural biliklə də yadınızda saxlayın. Addım, alqoritm, gedişat, ardıcıllıq, necə sualı, hamısı proseduraldaydı. Qaydalar tapşırıqların hansı ardıcıllıqla həyata keçirilməsini göstərən təlimatlardır. Ardıcıllıq sözü varsa, bu da prosedurdur. 1-2 yanlışdır. Bizdən doğru cavab istəyir. Şagirdlər arasında olan problemi sinif iclası vasitəsilə həll etmək. Bəli, doğrudur. 3 doğrudur. Sinif iclası təşkil etmək ümumiyyətlə mütəmadi şəkildə lazımdır. Tez-tez yox. Kiçik qruplarla iş formasından ənənəvi təlimdə istifadə olunurdu. Bəli, amma geniş istifadə olunur sözü yanlışdır. Ona görə 4-ü də çıxıram. Geniş sözünə görə çıxırıq. Çünki geniş yox, sadəcə istifadə olunurdu. Arada bir. 5-də deyir, akademik nailiyyətdə irəliləyiş şagirdlərdə sosial-emosional öyrənmənin inkişafını təmin edir. Xeyr, akademik SEO-dan üstün deyil, SEO akademikdən üstündür. Özüm bunu dəfələrlə salmışam ki, biləsiniz. Çünki qəbulda buna çox önəm verirlər. Sosial-emosional öyrənmə inkişaf eləməlidir ki, akademik bacarığım artsın, nailiyyətim artsın. Nə deməkdir? Yəni, mən şagirddə münasibətlərin idarə olunması, motivasiya, empatiyanı, özünü dərki, özünü idarəni formalaşdırmalıyam ki, akademik nailiyyətləri, nəticələri yüksəlsin. Yoxsa akademik nəticələri yüksəldi, hə uşaq, gəl sən də indi empatiyanı formalaşdıraq. O zaman çox yaxın gəlir, həyatı boyu deyir, onsuz nəticəm yüksəkdə. Neynirəm mən özümü qarşı tərəfin yerinə qoyub? Neynirəm mən münasibətləri idarə edib? Olmaz. Birinci SEO olmalıdır. Yəni, Goleman nəzəriyyəsinin emosional intellekti deyir ki, yəni sosial-emosional öyrənmə ilə Goleman babadır. Emosional intellekti formalaşdırmalısan ki, qalan hər şey yerinə otursun. Deməli, 5-də yanlış oldu. Bizdən doğrunu istəyir. 6-ya baxıram. Prosedurlar davranış pozulmaları ilə bağlı tədbirdir. Davranış pozulması varsa, ora qayda qoyulmalıdır. Ona görə 6 da yanlışdır. Şifahi xatırlamaları azaldıb qeyri-verbal reaksiyaya üstünlük vermək lazımdır. Bəli, şifahi şəkildə deyil, yəni qeyri-verbal jest mimikalarla fikrini çatdırmaq daha yaxşıdır. Çünki bəzən şagirdə çoxlu söz deyəndə o daha da belə deyək, o eləyəcəyi işi daha çox belə deyim, dəcəllik eləyir. Amma müəllim qeyri-verbal bir göz baxmaqla, bir baxışla, jest mimika ilə işi həll eləyir. 7 doğrudur. Prosedurlar yerinə yetirilmədikdə cəza tətbiq olunur. Qaydalar yerinə yetirilməyəndə cəza olur. Prosedurlar yox.
cəza çünki qaydada olur. Prosedurlar şagirdlərə davranışla bağlı ötürülən mesajdır. Ötürülən mesaj sözünü görəndə gözləntini axtarın, proseduru yox. Bu da yanlışdır. Cavabım A bəndi 3-7 oldu. 7-yə baxıram. Yanlış istəyir. Sosial-emosional öyrənmə şagirdin akademik nəticələrinə xidmət edir olmalıdır. Etmir, yox. Sosial-emosionalı formalaşdırıram ki, akademik nəticələrim də formalaşsın. Xidmət edir olmalıdır. Etmir, yox. Cavabım A bəndidir. Sualı cavablandırmaq üçün şagirdlərə gözləmə vaxtı, bəli, düşünmə vaxtı vermək lazımdır, doğrudur. Şagirdləri qloballaşan dünyanın tələblərinə uyğun yetişdirmək lazımdır, tələb-yönümlülük prinsipidir, doğrudur. Fasilitator müəllim qərar vermir, lakin səmərəli qərar verməyə, qiymətləndirmə aparmağa yardım edir, bəli, istiqamət verir, yönəldir, doğru fikirdir. Vygotsky nəzəriyyəsinə görə fasilitator müəllim daha çox interaktiv dərslərdən istifadə edir. Yəni ənənəvi təlimdən yox. Çünki şagirdə obyekt kimi yox, subyekt kimi baxır. Bu da doğrudur. Cavabım A bəndi oldu. 8-ci suala baxırıq. Doğru fikri bizdən istəyir. Problem həll etmək yalnız tənqidi təfəkkürdə olur. Xeyr, həm məntiqi, həm yaradıcı, həm də tənqidi də olur. Bir yanlışdır. Pəncərə şüşəsini sındırmaq fiziki bullyinqə aiddir. Verbal bullyinqə aid deyil. Verbal sözlü olan bir psixoloji şiddətdir. Fiziki bullyinqə aiddir. Sındırmaq, qırmaq, dağıtmaq, bunlar. 2 yanlışdır. Şagirdin təlim məqsədlərinə çatması üçün müxtəlif qiymətləndirmə meyarlarından istifadə etmək lazımdır. Bəli, çünki meyarlar, göstəricilər bizim məqsədimizə xidmət edir. 3 doğrudur. Dostuna ləqəb qoymaq, məsələn, dörd göz deyir, nə bilim, hər hansı bir kitab güvəsi deyir. Bu verbal bullyingdir. Ləqəb qoymaq verbal bullyingdədir. 4 yanlışdır. Şagirdin təlim məqsədlərinə çatması üçün müxtəlif üsullardan, metodlardan istifadə etmək olar. İstifadə etməsi doğrudur. Çünki sən hər hansı bir məqsədinə çatmaq istəyirsənsə, üsuldan, metoddan, meyarlardan istifadə eləməlisən. Çünki yadınıza salın, dərsimizin gedişatında birinci nə olmalıdır? Təlimimizin məqsədi olmalıdır. İkinci qiymətləndirmə, üçüncü öyrənmə mühiti olur. Yəni təlim fəaliyyəti olur. Öyrənmə mühiti, öyrənmə fəaliyyəti məqsədə xidmət eləyir. Yəni üçüncü də birinciyə xidmət eləyir, ikinci də birinciyə xidmət eləyir. Baxın, üçüncü ikinciyə xidmət eləmir. Birinci yerdə duran təlim məqsədidir. 2-də duran qiymətləndirmə, 3-də duran öyrənmə mühiti. Öyrənmə mühitinə aid fəaliyyətlər, metodlar, bunlar xidmət eləyir məqsədə. Yəni məqsədi nə deyir? Məqsəd nə havanı deyirsə, onlar da o havanı oynayırlar. Qiymətləndirmə də məqsədin dediyi havanı oynayır. Amma qiymətləndirmə öyrənmədən mühitindən asılı deyil, öyrənmə mühiti də qiymətləndirmədən asılı deyil. Yəni ikinci ilə üçüncü yerdə duranlar birinciyə xidmət edir. Ona görə 5 də doğrudur. 6-da deyir, problem həll etmək yalnız yaradıcı təfəkkürün formalaşdırır. Xeyr, hər üç təfəkkürü formalaşdırır. Cavab B bəndi. Sonra 9-cu suala baxırıq. Fasilitasiya prosesinə aid olmayanı istəyir. Çətinliyə düşəndə şagirdin əvəzinə problemi həll etmək olmaz. Uşağı yönləndirməlisən, uşağın yerini eləməməlisən. Sinif qaydalarına nəzarəti artırmaq. Bunu müəllim eləyə bilər, doğrudur. Amma nəzarəti artırsan, sən bir növ bu avtoritar üsluba keçərsən. Çünki fasilitasiya bu artıq sərt bir yanaşmadır. Fasilitasiyada olan müəllim daha pozitiv yanaşır vəziyyətə. Bu amma ikincidə olan pozitiv yanaşma deyil. Ona görə aid olmur. 1-də 2-də aid deyil. Düzgün həlləri qeyd etmək. Xeyr, istiqamət verə bilər həllərin, misalın həll olunmasına. 3-də yanlışdır. Səhvlərə bir-bir düzəliş etmək olmaz. 1:45 dəqiqəyə çatanmazsan, müəllim düzəliş etməməlidir, istiqamət verməlidir. Dərsi mühazirə yox, müzakirə şəklində qurmalıdır. 1, 2, 3, 4, 5 yanlışdır. Elə cavab D bəndidir. 6-da deyir, şagirdin təfəkkürünü formalaşdırır, doğrudur. Konflikti həll eləmək üçün müəllim sinif iclası təşkil edərək problemi şagirdlərlə birlikdə həll eləməyə cəhd eləyir ki, interaktiv şəkildə mühit formalaşsın. Şagirdin metakognitiv bacarığını inkişaf elətdirir, bəli. Heterogen qruplar, qarışıq, yəni dəyişkən qruplar yaradır, doğrudur. Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə və onlarla birlikdə qrup qaydaları tərtib eləyə bilirlər. Bu da interaktiv dərsin prinsiplərindən biridir. Hamısı doğrudur, yanlış olan D bəndidir. 1, 2, 3, 4, 5. Və nəhayət 10-cu sual. Şagird tənəffüsdən qayıdandan sonra fərqli əhvalda olur. Dərs prosesinə qarşı maraq göstərmir. Bu halda müəllim hansı addım ata bilər? Şagirdə yaxınlaşaraq nə baş verdiyini soruşa bilər. Gözəl, bir doğrudur. Şagirdə əhəmiyyət vermədən dərs izahına keçər. Bu reaktiv müəllimdir.
Şagirdin akademik nəticələrinin yüksəlməsi üçün əlindən gələni edər. Burada uşaqda emosional baxımdan problem var. Amma bu akademik nəticələr deyil. Bu idraki bacarıqları formalaşdırır. Üçüncü punktda duran. Amma bizim situasiyamız emosional bacarıqları zəifdir. Yəni fərqli əhvalda dərs prosesinə maraq göstərmir. Yəni onun yumşaq bacarıqları zəifdir. Yəni münasibət idarə edə bilmir, empatiya qura bilmir, ünsiyyət yarada bilmir. Ünsiyyətdə problem var, amma üçüncüdə deyil, idrakında problem var. Akademik nəticədə problem var. Ona görə 3-ü götürən mənəm. Şagirdin təfəkkürünün inkişafına zəmin yaradar, özündə doğru fikir ola bilər, amma bizimki emosional bacarıqlandır. Təfəkkür isə idraki bacarıqla bağlı fikirdir. Yəni idraki bacarıq deyəndə akademik nəticələr, təfəkkür, metakognitiv bilik kimi fikirləri axtarın. Ona görə 4-də yanlışdır, 5-də deyir. Şagirdə yaxınlaşaraq sakitcə problemin nədən ibarət olduğunu soruşa bilər. Bəli, ünsiyyətin formalaşmasında, münasibətlərin idarə olunmasında gözəl addımdır. Cavab 1-5 B bəndi. Bu qədər uğurlar inşallah. Davamını da yükləyəcəm kanalımıza.